Demokratiya TV internet kanalının rəhbəri həbs edilib. Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib. Məlumata görə o, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini və rayonun digər vəzifəli şəxsləri barədə rüsvayedici məlumatlar yaymaqla onların əmlaklarını ələ keçirməkdə ittiham olunub. Arif Paşayev barəsində daxil olan şikayət əsasında polis əməkdaşları araşdırmalara başlayıb, keçirilən tədbirlərlə o saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və İş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Arif Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İş üzrə 8 nəfər zərər çəkmiş şəxs qismində tanınıb.